davam edir. Bu qarlı qış günündə gəldiyimiz növbəti ünvan Bülbülə kəndidir. Yaxın oturun, bura haqqında danışacaqlarımız həm çoxdur, həm də maraqlı. Başlayaq kəndin adından, yəni Bülbülə toponimindən. Bir versiyaya görə o vaxtlar Bülbülənin ətrafında şirin su bulaqları olub, onların da adı Bülbülə imiş deyə kənd adını həmin o bulaqlardan götürüb. Başqa bir versiyaya görə isə yerli əhalinin ləhcəsində Piləpil adlanan söz var ki, bu da palçıq, bataqlıq deməkdir. O vaxtlar da bu yerlər bataqlıq olub. Versiyaya görə elə kənd adını həmin o bataqlıq sözündən götürüb. Sonuncu versiya isə bizim bildiyimiz bülbül quşlarıdır. Deyilənə görə o vaxtlar Bülbülədə bülbül quşları çox olub. Bax, bu dediyim versiyalardan hansı düzdür, hansı yox, onu deyə bilməyəcəm. Yaxşısı budur, kənd ağsaqqallarından soruşaq bunu. Bu Şor gölünün qırağında quyular olub, o təmiz su olub, o cəmaat su istifadə edirmiş oradan. Bulaqlar olub orada, həm də gil vulkanları olub. Vulkanlar olub ki, o vulkanlar birinci əsas versiyalı budur ki, o vulkanların sesindən bul, o cəmaat deyib ki, bura bulbul olan yerlərdir. Buradan bu Bülbülə adı yaranır. O vulkanlar da hələ hindiyəcən onların o gilabı qalıb bizim bu Şor qırağında yerlər var ki, cəmaat gedib oradan qabağa gilabı yığardı. Hamamda başlarını yuvarlar, indiki şampundan 10 dəfə yaxdı. 10 dəfə təmiz, saçı eləyirdi pərğu kimi. Kəndin tarixi abidələrinə gəldikdə isə vaxtilə Bülbülədə 4 hamam olub. Əlican Vəlican hamamı, Almaz hamamı, Hacı İskəndər hamamı və Razak hamamı. Adlarını saydığım bu hamamlardan günümüzə yalnız gördüyünüz bu Əlican Vəlican hamamı gəlib çatıb. 1902-ci ildə tikilib Məşədi Vəlican tərəfindən. Amma çox təəssüf ki, bu hamam haqqında başqa heç bir məlumat tapa bilmədim və hamam hazırda çox baxımsız vəziyyətdədir. Əlican Vəlican hamamının yerləşdiyi bu küçədə həm də Bülbülə Cümə məscidi yerləşir. Bu məscid 1850-1860-cı illərdə inşa olunub Ağabalabəy Bakıxanov tərəfindən. Ağabalabəy Bakıxanov Abbasqulu Ağa Bakıxanovun qardaşı oğludur. Elə ona görə də məscid bir müddət elə onu inşa edən Ağabalabəyin adı ilə tanınıb. Ağabalabəy Bakıxanovun qardaşı oğludur. Özü çox hatəm kişi olub, hörmətli kişi olub. Mən ondan bir əhvalat deyərəm sizə ki, bir gün şəhərdən faytonla gəlirmiş, Bızıq tərəfdə dəniz qırağı keçəndə görüb ki, bir nəfər dənizin qırağında yıxılıb. Faytona deyir ki, sür ora görək kimdir. Gəlir, görür ki, huşunu itirmiş bir adamdır, yarımdır. Götürür onu, gətirir bura kəndə, öz öyündə onu bir ay saxlayır burada. Saxlayır, o da kimsən, neçisən, İranlı bir tacirdir. Gəmi ilə gələndə bura mal gətirirmiş Bakıya. Gəmi batıb, malı da batıb. Deyir, malım batdı, pulum da batdı, borc pul almışdım, orada mal almışdım. Nə artıq pul almışdım? İndi o vaxtın pulu, məsəl üçün, 1000 manat. Deyib, gələ bu 1000 manatı, sağaldım onu 1000 manatı verib, pulun olar, göndərərsən, olmaz, haval xoşum. Sonra bu kənddən zəvvarlar gedir meşədə. Orada o kişi xəbər alır, Bakıdansız hər hansı şəhər Bülbülədə.
Ağalı Bey tanıyırsınız, deyirəm. Mənim adımdan o kişiyə bu pulu çatdırın. Mən o kişinin əllərindən öpürəm ki, o kişi belə səxavətli, bax, belə bir kişilər olub kənddə. Yaxşı, hörmətli ağsaqqallarımız olub. Meşə İsmail, Meşə Cahangir, Kərbi Sabir, bunlar hörmətli kişilər olub. Nəinki bir-birdə Bakı kəndlərində. Bura Bülbülə İmamzadəsidir. 5-ci İmam Məhəmməd Bağırın övladı Məhəmməd Sadiq, onun xanımı və nökəri vəfat eləyir. Onlar burada dəfn edirlər və kənd əhli onların məzarı üstündə bir məqbərə inşa edir. Daha sonra 1-ci Şah Abbas Hicri qəməri təqvimlə 1033-cü ildə onların məzarı üstündə məscid tikilməsini əmr edir. Bu miladi təqvimə çevirəndə hardasa 1624-cü ilə təsadüf edir. Bu məscidi həm də bir müddət Nizaməddin məscidi adlandırırlar. Bunun da səbəbi odur ki, Şah Abbasın əmrini icra edən şəxsin, yəni bu məqbərənin üstündə məscid inşa edən şəxsin adı Nizaməddin olur deyə, ona görə məscid bir müddət onun adı ilə tanınır. Əslində bu İmamzadənin yeri çox geniş olub. Elə hazırda İmamzadənin binasına bitişik olan bu məktəbin yeri də İmamzadəyə aid olub. 30-cu illərin məlum hadisələri zamanı İmamzadə dağıdılır. Daha sonra isə yenidən inşa olunur. Amma yenidən inşa olunandan sonra təbii ki, artıq həmin bu məktəb olduğuna görə İmamzadə biraz kənarda tikilir. Lahıcılar məhəlləsidir və bu məhəllədə Bülbülənin daha bir məscidi, Qəriblər məscidi yerləşir. Məscid 1915-ci ildə Seyid Nurbaxış oğlu tərəfindən, daha doğrusu onun rəhbərliyi ilə Suraxanılı usta Məlik Dadaş tərəfindən inşa olunub. 30-cu illərin məlum hadisələrində bu məscid yerlə yeksan edilir, tamamilə dağıdılır. Daha sonra isə müstəqillik əldə olunandan sonra gördüyünüz bu məscid yenidən öz köhnə adı ilə fəaliyyət göstərir. Az əvvəl dedim ki, bura Lahıcılar məhəlləsidir. Niyə Lahıcılar adlanır? Bunun bir səbəbi var. Ümumiyyətlə Bülbülədə bir neçə məhəllə var. Laçınlılar, Lahıcılılar məhəlləsi. Deməli 19-cu əsrin sonu 20-ci əsrin əvvəllərində bura insan köçləri olur bir neçə dəfə. Elə İsmayılın Lahıc qəsəbəsindən gələn insanlar da Bülbülənin məhz bu məhəlləsində məskunlaşırlar. Ona görə də o gündən bu günə bu məhəllə Lahıcılar məhəlləsi adlanır. Burada misal üçün siz bir qeyd ediniz, bax, Lahıcılar gəlib burada kənddə onlara yer veriblər. Yuxarı məhəllədə Lənkəranlar məhəlləsi var, onlara yer verilib. Sonra Həcəmzalı kişi olub, yuxarı yolda kəndin üst tərəfində o evlər tikib İrandan gələn fəhlələr üçün ki, mədənlərdə işləyiblər, burada yaşayıblar. Onların da ölülərini kəndi üstündə həmşəri qəbirstanlığı var. Biz ora həmşəri qəbirstanlığı deyirik, onları orada dəfn edilmişlər. Ağsaqqalın dediyi həmşəri qəbirstanlığı Salam təpəsində yerləşir. Deyilənlərə görə o vaxtlar Bülbülə kəndinin Günçıxan tərəfindən olan kəndlərdən zəvvarlar Məkkə, Kərbəla və Məşəd şəhərlərinə ziyarətə gedərkən bu təpədə ayaq saxlayar, Bülbülədə olan İmamzadəyə salam verərdilər. Eynilə geri qayıdarkən də yenə ənənəni pozmayıb, təpədə dayanıb Bülbülə İmamzadəsi ilə salamlaşardılar.
Beləliklə xalq arasında bu təpənin adı Salam təpəsi qalır. Hazırda həmin o Salam təpəsi yaşayış məskəninə çevrilib. Bəs görəsən Bülbülə cəmaatının əsas məşğuliyyəti nə olub deyə sual versəz, bu kəndin əhalisi elə digər Bakı kəndləri kimi əsasən əkinçiliklə məşğul olub və indiki 8-ci kilometr ərazisi ki var ha, bax həmin o yerlər Bülbülə cəmaatının, Əmircan cəmaatının əkin yerləri olub və həmin o yerlərdə qumlar yeri adlanıb. Belə, bugün biz bu yağışlı, qarlı havada Bülbülənin qonağı olduq. Özünüzü və təbiəti qoruyun. Sağ olun.